azanın sözlər bir-bir qurtardıqca təkrarlayaq, yoxsa sözləri deyən kimi təkrarlamaq yaxşıdır? Cümləni bitirəndən sonra təkrarlamaq yaxşıdır. Cümləni. Yəni, müəzzin, necə ki, hədisdə gəlib Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, فَإِذَا أَذَّنَ الْمُؤَذِّنِ فَقُولُوا مِثْلَ مَا يَقُولُ. Deyir ki, müəzzin əzan verəndə onun dediyi kimi deyin siz də, təkrarlayın. Yəni, misal üçün deyir ki, müəzzin deyir ki, Allahu Ekber, Allahu Ekber. Bunu qutardı bu cümləni. 2 dəfə Allahu Ekber kəlməsini. Sonra biz də deyirik ki, Allahu Ekber, Allahu Ekber. Və belə. Misal üçün, sonra deyir ki, Əşhədu ən la ilahə illallah. Bir cümlə. Deyir, Əşhədu ən la ilahə illallah. Belə təkrarlayırıq biz də. Və belə. Amma sözbəsöz yox. Sözbəsöz mənası olmur axı. Çünki sözlərin hökmü yoxdur. Amma cümlələrin hökmü var. Cümlələrin mənası var. Belə. Allah bir daha da olsun.